Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli şagirdlər. Mən Məhərrəmzadə Rəhimə, Mürvət soyadından da məni tanıyırsınız. Uzun müddətdir ki, YouTube-da kontentlər yaradıram, sizin üçün dərslər çəkirəm. Amma bir müddətdir ki, təəssüflər olsun ki, aktiv şəkildə istifadə edə bilmirdim səhifəmi. Ona görə də yenidən paylaşımlara davam edəcəyik. Video başlamamışdan öncə kanalıma abunə olmağı, dostlarınızla bölüşməyi unutmayın. Instagram hesabımda sizə videonun rəy hissəsində bölüşəcəm. Oradan Instagramda izləyə bilərsiniz. Bilirsiniz ki, bu il artıq 7-ci sinif təzə dərslik çıxıb və bu dərslikdə qəşəng tapşırıqlar, mətnlər var. Gəlin yavaş-yavaş buna başlayaq. Deməli, bizim birinci bölməmiz yurtda sülh, cahanda sülh. Belə bir bölmədir. Adını görürük. Burada birinci tapşırıqdan başlayaq. Bircə dəqiqə. Uşaqlar bircə saniyə. Aha. Birinci sualda bizdən istəyir ki, vətən müharibəsi, vətəndaş müharibəsi və dünya müharibəsi bu anlayışlar arasındakı fərqi izah eləməyi soruşur. Mən şifahi şəkildə belə qeyd edirəm sizin üçün. Siz də istəsəniz özünüz üçün qeyd edə bilərsiniz. Vətən müharibəsi dövlətin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda işğalçı dövlətlər apardığı müharibədir. Yəni, bu müharibə belə adlanır. Əgər deməyimi çatdırmadısa, videonu pauza edib geriyə qayıda bilərsiniz. Daha sonra gəldik vətəndaş müharibəsi. Yaxşı, bəs vətəndaş müharibəsi nədir? Vətəndaş müharibəsi eyni dövlət daxilində mütəşəkkil qruplar arasında olan müharibədir. Yəni, bir tərəfin məqsədi ölkəyə və ya bölgəyə nəzarəti ələ keçirmək, bir bölgə üçün müstəqilliyə nail olmaq, hökumət siyasətini dəyişdirmək və ya devirmək ola bilər. İndi gəldik digər sualımıza, dünya müharibəsi. Dünya müharibəsi bir sıra dövlətlər arasında eyni vaxtda gedən geniş miqyaslı müharibədir. Çatdırmadısa, dediyim kimi, videonu biraz pauza edib qalanını dinləyə bilərsiniz. Deməli, burada gəldik B-yə. B-də deyir ki, verilmiş fakt və statlardan istifadə etməklə çıxış edin. Bu artıq şifahi bir çıxış olacağına görə burada mən istəmirəm çox video uzun olsun. Bunu artıq özünüz edə bilərsiniz. Burada faktoloji suallardan da istifadə edə bilərsiniz. Məsələn, dünya müharibələri nəticəsində nə qədər insan məhv olub, tələf olub və s. Yəni, bu şəkildə bu artıq sinifdə edə biləcəyiniz bir tapşırıqdır. Daha sonra gəlirik burada Nobel mükafatı. Hələ ki mətni oxumamısınızsa, uşaqlar, mətni saxlayırsınız, o mətni oxuyursunuz, videonu saxlayıb mətni oxuyursunuz, daha sonra isə artıq mətnə keçid edirik. İndi gəlin, burada bir sıra sözlər var. Həmin sözlərə baxaq. Burada nekroloq, pasifist, vəkil, fond, patent, fiziologiya, laureat, militarist və nominasiya. Burada bir sıra belə yeni sözlər var. Tövsiyəm odur ki, bu sözləri qeyd edin. İndi mən də sizə digər tapşırıqda bu sözlərlə bağlı izahlar verəcəm. Keçək. Aha. Deməli, burada söz ehtiyatı ilə bağlı bir tapşırığımız var. B tapşırığımızdır. Bizdən istəyir ki, kontekstdən və etimoloji izahlardan çıxış edərək sözlərin mənasını izah edək. Baxın, məsələn, nekroloq sözünü verib ki, kiminsə vəfatı ilə əlaqədar olaraq onun həyat və fəaliyyətini əks etdirən məlumatdır. İndi gəlin baxaq nekroloq. Nekroloq deyir ki, nekros ölü, logos isə sözdür. İndi biz artıq buna əsasən çıxış edib nekroloqun, baxın, izahını verib. Kiminsə vəfatı ilə əlaqədar olaraq onun həyat və fəaliyyətini əks etdirən məlumat. İndi biz ikinci pasifistə keçirik. Pasifist, dincilik, bir də əmin-amanlıq sözü verir. İndi gəlin biz tapaq. Pasifist, müharibələrə qarşı çıxan və yer üzündə daima sülhün, əmin-amanlığın, dinciliyin olmasını istəyən şəxsdir. Militarist. Militarist hərbi verib sizə, görürsünüz. Militarist silahlanma və yaxud da müharibəyə qarşı hazırlıq görən şəxsdir. Nominasiya. Nominasiya ad deməkdir. Nominasiya festivallarda, müsahibələrdə fəxri adların və mükafatların verilməsi üçün təyin olunmuş fəaliyyət növüdür. Laureat.
Laureat isə elm, texnika, incəsənət sahəsində xüsusi xidmətlərə görə verilən ad, həmçinin bu ada və xüsusi mükafata layiq görülmüş şəxsdir. Bax, bu sözləri qeyd edərsiniz. Mütləq dediyimi çatdırmadısa, dediyim kimi yenə videonu izahı saxlayıb davam edə bilərsiniz. İndi keçirik növbəti çalışmamıza. Birbaşa bu çalışma uşaqlar mətnlə bağlıdır. Ona görə də mətni mütləq oxuyun, ondan sonra bu çalışmanı işləyin. Bizdən soruşur ki, doğrudur, yanlışdır, yoxsa ehtimaldır. Bunu tapmalıyıq. Alfred Nobel dinamiti 1889-cu ildə ixtira etmişdir. İndi baxaq, bu doğrudur, yanlışdır. Bu fikir yanlışdır. Yanlışdır, X qoyuram. Çünki dinamit 1889-cu ildən xeyli əvvəl ixtira olunub. Hətta mətndə göstərilir ki, vaxtilə Nobelin yanında işləmiş o Bert adlı şəxs Rədd olsun adlı kitab çap edib. O kitab da 1889-cu ildə çap edib və həmin dövrdə artıq bir silahın olduğundan danışılırdı. Nobel fondunun bir hissəsi Bakı neftindən əldə edilən gəlir təşkil edir. Bəli, bu doğru fikirdir. Doğru fikirdir və mətnin birinci hissəsində, haşiyədə də bu haqda məlumat verilib. Nobel mükafatı üzrə nominasiyalar arasında riyaziyyat sahəsində kəşflər xüsusi yer tutur. Deməli, bu yanlış fikirdir. Çünki Nobelin vəsiyyətnaməsində ümumiyyətcə riyaziyyatdan danışılmır, yəni belə bir söhbət keçmir. Bu isə sonuncu fikir isə Henri Dunant təqdim etmişdir. Bu isə ehtimal oluna bilər. Çünki biz mətndə görürük ki, 1901-ci ildə mükafat alan ilk laureatlardan biri Henri Dunantdır. İkinci haşiyədə isə göstərilir ki, Bertha von Tozer 1905-ci ildə Nobel mükafatına layiq görülür. Deməli, bu səhv oldu və bu isə ehtimal oldu. İndi isə keçirik növbəti sualımıza. Bizdən çalışmasında soruşur ki, mətndəki məlumatlara əsasən Nobelin yaşadığı illəri müəyyən edin. Deməli, bizdə mətndə göstərilir ki, 1895-ci ildə vəsiyyət eləyir, Nobel vəsiyyət eləyir, yazır ki, bir il sonra, daha doğrusu 1895-ci ildə vəsiyyətini yazır, amma bir il sonra vəfat edir. Deməli, bu adam 1896-cı ildə vəfat edir. Və həmçində qeyd olunur ki, onun 63 yaşı var idi o vaxt. Buradan da biz onun doğum tarixini müəyyən edə bilərik və deməli, o 1833-cü ildə anadan olmuşdur. Yəni, onun belə yaşayış tarixini tapa bilərsiniz. Belə. Bu şəkildə, bu artıq, bir dəqiqə, bu tapşırığımız artıq bitdi. İndi keçək növbəti tapşırığa. Deməli, 3A tapşırığında bizdən soruşur ki, mətnin sonunda qoyulmuş suala siz necə cavab verərdiniz və aşağıdakı sitata münasibət bildirin. Uşaqlar, bunu mən izah etməyəcəm, çünki artıq bu birbaşa sizin müharibə ilə bağlı fikirlərinizi əks etdirir. Qısa olaraq həmçinin burada qeyd edə bilərsiniz ki, müharibə hər bir ölkə üçün tələfə, itkiyə səbəb olur, insanlar əziyyət çəkir, düzdür, müəyyən dəyişikliklər olur. Lakin bu müəyyən silahlara, qırğınlara, davalara gətirir, çıxardır və s. gətirə bilərsiniz. Ona görə mən bunu çox uzatmayacağam. Keçirəm B tapşırığına. B tapşırığında bizdən istəyir ki, mətnin əvvəlində verilmiş epiqrafı şərh edin və onun Nobelin həyatı ilə əlaqələndirin. Gəlin mətnin əvvəlinə qayıdaq. Bizə belə bir burada epiqraf verilib. Deyir ki, həyat ana təbiətin bizə bəxş etdiyi qeyri-adi hədiyyə, qiymətli daşdır. Biz bu daşı o qədər cilalamalıyıq ki, onun parıltısı yolumuza işıq saçsın. İndi bunu biz onun həyatı ilə əlaqələndirməliyik. Deməli, burada deyir bunlar. O çalışır ki, hər şey həyatında insan özü üçün yaxşı şeylər eləsin və Nobelin həyatında həqiqətən buna nümunə gətirə bilərik. Nobel dinamitin ixtiraçısı kimi tanınır.
Amma bu ixtirasını daha sonra görür ki, hərbi məqsədlər üçün istifadə olunur. Ona görə çox peşman olur və bundan təəssüf hissi keçirdir və bu onun həyata olan baxışını yenidən düşünməsinə, nəzərdən keçirməsinə səbəb olur və məhz bu düşüncələrdən sonra Nobel düşünür ki, öz sərvətini ancaq insanların xoşbəxtliyi üçün sərf etməlidir və buna görə də o mükafatlar təsis edir, yaxşı işlər görməyə çalışır və biz burada da görə bilərik ki, Nobelin ixtirası mənfi şey gətirir, o bundan sevinmir. Əksinə, bundan dərs çıxardır, nəticə çıxardır və öz səhvlərini həyatında düzgün yaşamaq üçün, düzgün xoş elərin alınması üçün istifadə edir. Belə bir şey qeyd edə bilərsiniz. Daha sonra Nobel sülh mükafatı mətnini müşahidə edən illüstrasiyalara nəzər salın. Bu illüstrasiyalar bədii mətnlərə çəkilmiş illüstrasiyalarda nə ilə fərqlənir? Deməli, baxın, görürsünüz, bax, belə burada illüstrasiyalar var. Deməli, bu birinci mətndə, deməli, bu illüstrasiyalar görürsünüz, daha çox mətnin birbaşa məzmunu ilə bağlıdır. Amma daha çox bədii mətnlərdə isə hadisəni təsvir edən, oradakı təbiəti, müəyyən bir hadisələri təsvir edən şəkillərdən istifadə burada olunur. Daha sonra şəkil altı şərhləri mətndəki illüstrasiyalarla uyğunlaşdırın. Alfred Nobelin öz əli ilə yazdığı vəsiyyətnamə. Təbii ki, bu hansına aid ola bilər? İndi gəlin qayıdaq mətnə. Vəsiyyətnamə. Bu buna aiddir. İkinci. Daha doğrusu birinci cümlə budur. Vəsiyyətnamə. İndi geri qayıdaq. Burada sonra bizdən nə soruşur? Medal, bir də ki, bu heykəl. Medal, əlbəttə ki, bu ola bilər. Daha sonra isə bu da həmin adamın öz şəkli, hansı ki, burada oturur. Və bu şəkildə yaza bilərsiniz. Deməli, buna yazaq. İkinci illüstrasiya, üçüncü illüstrasiya və birinci illüstrasiya. İndi D tapşırığını, burada da artıq sizin şifahi şəkildə işləməli olduğunuz tapşırıqlardır. Çünki adətən kənar təsvirləri biz haşiyədən, mətndən biraz əlaqəsi zəif olan fikirləri kənarda artıq veririk. İndi keçirik dinləmə tapşırıqlarına. Uşaqlar, dinləmə tapşırıqları Trims saytında var. Ona görə mən onları yenə də uzun-uzadı burada qoymayacağım. Mütləq dinləyin. Dinlədikdən sonra artıq buna baxın. Və uşaqlar, həmişə yadınızda saxlayın ki, siz dinləmə tapşırığı edirsinizsə, mütləq dinləyə-dinləyə qeyd götürməlisiniz. O çox vacibdir. Yəni, hadisələri unuda bilərsiniz. Ona görə vacib faktları, əsas nüansları mütləq qeyd edin. Deməli, növbəti tapşırığımızda bizdən soruşur ki, niyə dəqiqliklə müəyyən olunmalıdır? Çünki uşaqlar, bu çox vacibdir. Mükafatın verilmə qaydaları mütləq ədalətli və obyektiv olmalıdır. Təbii ki, ədalətli və obyektiv olmasa mübahisələr yarana bilər, qarşıdurmalar ola bilər, narazılıqlar ola bilər və buna görə də bu mükafat kimə verilirsə, niyə ona verilir, hansı şərtlərlə verilirsə, mütləq geniş, əhatəli, obyektiv şəkildə hamısı qeyd olunmalıdır. Daha sonra gəlirik digər tapşırığa. Birlikdə müzakirə edərək sinifiniz üçün ilin şagirdi müsahibəsində əsaslan. Deməli, uşaqlar, siz bax bundan istifadə edərək, yuxarıdakına, belə bir əsasnamə hazırlayacaqsınız. Ümumiyyətcə, gəlin bir dənə baxaq, əsasnamə nədir? Əsasnamə hər hansısa bir təşkilatın fəaliyyətin, tədbirin keçirilməsini tənzimləyən qaydalar toplusudur. Yəni, bir növ qaydalardır və biz nəsə hərəkət ediriksə, o əsasnaməyə əsasən hərəkət edirik. Belə, bunu da artıq siz öz sinifdə, sinif daxili və ya müəllim evə verirsə, bu şəkildə edə bilərsiniz və bu tip tapşırıqlarda ChatGPT-dən də biraz kömək istəyə bilərsiniz. Amma bu demək deyil ki, siz süni intellektdən köçürmək üçün istifadə eləməlisiniz. Xeyr, sadəcə müəyyən bir izah üçün ondan kömək istəyə bilərsiniz. Belə əziz şagirdlər, videonu bəyəndinizsə rəylər yazmağı, digər videolarımı izləməyi unutmayın. Əgər aktiv olsanız, bu il mütəmadi olaraq mən sizə video izahlar çəkib paylaşacağım. Kanalıma abunə olmağı, Instagramdan məni izləməyi unutmayın. Hələlik!